Və gedirəm növbəti hissənin izahına. Yeni əlavə olunan hissədir. Birinci hissə təkrardır. Bağlayıcı yenə gördüm. Bağlayıcıdan sonra did dərhal düşəcəkdir. What I want to speak 2-ni götürərsən, bağlayıcı üstəgəl mübtəda üstəgəl xəbər və she knows that ola bilim. She knows who-dan sonra, bağlayıcıdan sonra do gələ bilməz. Amma she knows that o bilir ki. Yəni want to know-dan sonra that gəlməz, amma know-dan sonra that gələr. Doğru ardıcıllıq 2 və 3 olacaqdır. Ask gördüm. Askdan sonra that gələ bilməz. Thatləri dərhal siləcəm. Bağlayıcıdan sonra do gəlməz. If can ola bilməz. If I can olacaq. B variantı doğrudur. Aska baxıram yenə. Askdan sonra that gələ bilməz. Dərhal sildim. C-dən sonra obyekt gəlməz sildim. Teldən sonra obyekt gəlməli idi. Məsəl üçün told me that olardı. Ona görə sildim. Və Seyiddə şəhət tolddur variantı doğrudur və Seyid keçmiş zamanda da həzlə uzlaşması mümkün deyildir. Askdan sonra that gələ bilməz sildim. Teldən sonra obyekt gəlməli idi sildim. Wonder'dan sonra ya if ya vəzə gələcəkdir. Ona görə səhvdir. Ümumiyyətlə yadımda saxlayıram ki ask, want to know və wonder. Bu üçündən sonra da that gəlmir. Bu üçündən sonra gələcəkdir ya if ya da ki vəzə. Doğru variantım D variantı olacaqdır. Və ask me obyektdən sonra to gəlməlidir. Ona görə səhvdir. Mürəkkəb tamamlıqda da belə keçmişdik yadınızdadısa. Tolddan sonra obyekt gəlməli idi. Ona görə səhvdir. C-dən sonra obyekt gələ bilməz. Ona görə səhvdir. C variantı doğrudur. Told me that she had attended. Və C-dən sonra obyekt gələ bilməz. Dərhal sildim. Və askdan da sonra that gələ bilməz. Dərhal sildim. Askdan sonra that gələ bilməz. Dərhal silirəm. Və C-dən də sonra obyekt gələ bilməz. O səbəbdən silirəm. Tolddan sonra mütləq obyekt gəlməlidir. Ona görə silirəm. Said that she had attended D variantı doğru olacaqdır. Told me if deyil də that olmalıydı. Ona görə silirəm. The doctor want me not to ardıcıllıq olmadı. Ona görə silirəm. Yadımda da saxlayıram ki warn, order, advice və bir də ki ask. Bu feillərdən sonra obyekt üstəgəl to olacaqdır. Və the doctor want me not to eat. Bəli, B variantı doğru olacaqdır. Sadəcə olaraq inkar versiyada verilibdir. İnkar versiyada bax bu vəziyyətdə veriləcəkdir. Unutmayaq. C-dən sonra obyekt gələ bilməz sildim. Tolddan sonra obyekt gəlməli idi. O səbəbdən sildim. Advised me not to olmalıydı. Ona görə sildim. Don't verə bilmərik. She said she was tired. A variantı burada doğrudur. Götürdüm. She said that she was tired olmalıydı. Ona görə sildim. She told obyekt gəlmədi. Ona görə sildim. C-dən sonra obyekt gələ bilmir. Ona görə sildim. Tolddan da sonra obyekt gəlməliydi. Ona görə sildim. She said they not like, belə bir ifadə təbii ki ola bilməz, yanlışda sildim. She said they didn't like that movie. B variantını doğru götürəcəksən. They told we ola bilməz, obyekt gəlməlidir, ona görə sildim. Yəni bir var subyekt, bir var obyekt. We burada subyekti ifadə edir. They said they didn't like this movie, yox that movie olacaqdır. Çünki yadımda saxlayıram ki say gördümsə artıq geriyə çəkilmə baş verəcəkdir. Geriyə çəkilmə də bax bu that-lə baş veribdir burada. Yəni həmin o vaxtı göstərmək üçün indiki vaxtdan uzaqlaşacaqdır. They told və tolddan da sonra birbaşa that gəlmir, obyekt gəlməli idi. Ondan sonra that gələ bilərdi. John told me that he finished olardı. Ona görə sildim. C-dən sonra to gələ bilməz, o səbəbdən sildim.
Askdan sonra that gələ bilməz. O səbəbdən sildim. Said that he finished olardı. Keçmiş zamana gedərdi. O səbəbdən sildim. Ona görə də doğru variant John said he had finished his work. Y variantı doğruya gedəcəkdir. Yəni Seyddən sonra ikinci hissədə geri çəkilmə olacaqdır, qayıdacaqdır keçmiş zamanla uzlaşmaya və ya bitmiş zamanla uzlaşmaya. Aha. Baxıram növbətiyə. She said that she would call me the next day olardı. Tomorrow ola bilməz, o səbəbdən sildim. Yəni bu tipli cümlələrdə artıq tomorrow-nun görə biləcəyi bir şey yoxdur. Said görmüsən, would görmüsən, tomorrow yox, the next day olmadı. She said to gələ bilməz, ona görə sildim. Told me olardı, ona görə sildim. She said she would call me the next day, doğru variantıdır. Said-lə də will uzlaşa bilməz, o səbəbdən dərhal silərsən. She asked me, asdan sonra that gələ bilməz, o səbəbdən sildin. She said keçmişdi, she would olardı, ona görə sildin. She told me that olardı, obyekt gəlmədi, o səbəbdən sildin. She said she would finish the report the next day, doğru variantına gedəcəkdir. Toddan da sonra obyekt gəlməli idi, o səbəbdən sildin. Davam edirəm yenə. She tolddan sonra yenə deyirəm, obyekt gəlməli idi. Told me that olardı, ona görə sildin. Saydən sonra obyekt gələ bilməz. Bax, bu mənim obyektimdir. Him, ona görə sildim. Told him to be careful, doğru variant C variantıdır. T üstəgəl obyekt, üstəgəl to ardıcıllığa doğrudur. To olmalıydı teldən sonra. Bax, belə bir ardıcıllıqda obyektdən sonra ona görə səhvdir. Və tolddan da sonra subyekt gələ bilməz. O səbəbdən səhvdir, sildim. Suggested-də ardıcıllıqda heç bir təqdirdə obyekt gələ bilməz. O səbəbdən sildim. Suggested-də to gələ bilməz. Heç vaxt o səbəbdən sildim. Suggested-də that ardıcıllığında ing gələ bilməz. ing yalnızca thatsiz gəlməlidir. O səbəbdən sildim. He suggested that we visit. Bax, belə gedəcək. Suggest, üstəgəl that, üstəgəl subyekt, yəni subject və üstəgəl sadə feil. Belə bir ardıcıllıq suggest üçün tam olaraq doğrudur. Və belə bir ardıcıllıq isə tam olaraq yanlışı siləcəm. Suggestdən sonra dedik to gələ bilməz, sildim. Suggested going for a walk və suggestdən sonra dərhal ing-li feil də gələ bilər, amma that orada olmamalıdır artıq. Suggested that we go olmalıdır, ona görə sildim. Suggestdən sonra obyekt gələ bilməz, sildim. Suggestdən sonra isə going for a walk olmalıydı, o səbəbdən sildim. Suggested we take olardı, ona görə sildim. Suggesteddən sonra obyekt gələ bilməz, o səbəbdən sildim. Advice'dan sonra advise us to olmalıydı, o səbəbdən sildim. Advice'dan sonra isə yenə advice to take olardı, o səbəbdən sildim. Suggested taking Y variantı doğru olacaqdır. Yenə deyirəm suggest-in ardıcıllığını suggest və recommend. Bax, bu ikisinin eyni ardıcıllığı olacaqdır və ardıcıllıqda da belə gedəcəkdir. Üstəgəl that, üstəgəl subyekt, subject, obyekt yox ha, subyekt. Üstəgəl sadə feil. Üstəgəl sadə feil. Və yaxud da ki, suggest və recommenddən sonra dərhal üstəgəl ing-li feil. Dərhal üstəgəl ing-li feil. Thatsiz. The teacher suggested. Suggestdən sonra to gəlməz, dərhal sildin. Advice'dan sonra isə advised not to forget olardı. Advised not forgetting to study ola bilməz. Advised not to forget studying. The teacher ordered not to olardı. Not to forget olardı, o səbəbdən sildim. The teacher suggested to gələ bilməz. The teacher advised not to forget to study tamamilə doğrudur. Y variantı götürəcəyik. He asked. Askdan sonra ask stop talking. He asked to stop talking. To gəlməlidir, ona görə sildim. He ordered
to stop talking. B variantı doğrudur. Suggest-dən sonra obyekt gələ bilməz. He ordered me to olardı, o səbəbdən sildim. He asked not to olardı, o səbəbdən sildim. He ordered not to olardı. Not to. Log olardı, ona görə sildin. Ask to olardı, o səbəbdən sildin. Want me to log C variantı doğrudur. Burada da to yoxdur, ona görə səhvdir. Burada da to yoxdur, o səbəbdən səhvdir. I met my friend in the street and asked və soruşdum why, ask veribdir, izlə uzlaşa bilməz. And asked why he hadn't accepted. B variantı doğrudur. Bağlacıdan sonra was gələ bilməz. When'dən sonra have has gələ bilməz. If'dən sonra isə belə olmadı. If he had missed. Y variantı ona görə səhvdir. Want to know-dan sonra dedik ki, that gələ bilməz, dərhal sildim. When'dən sonra did ardıcılığı yanlış olar, mübtəda sonra xəbər gələrdi və ya do ardıcılığı yenə o səbəbdən. If our daughter was interested variantı doğrudur. When'dən də sonra have has gəlməz, o səbəbdən səhvdir. Yenə ask gördüm. Askdan sonra birinci siləcəyim that'dir. If had yox, if the teacher had olardı, o səbəbdən səhvdir. D variantını doğru götürəcəm. When'dən sonra have has had gələ bilməz. Və when the teacher yenə də have has gələ bilmir, sildim. Ask yenə görmüşəm. Askdan sonra if David had arranged A variantını doğru götürəcəm. When had təbii ki, yanlış ardıcıllıqdır. Askdan sonra that'i dərhal siləcəm. If David had olardı, o səbəbdən səhvdir. When'dən sonra have has gələ bilməz, o səbəbdən səhvdir. Yenə ask veriblər mənə. If I had carried A variantı doğrudur. When have ardıcılığı tamamilə yanlışdır. Askdan sonra that gələ bilməz, yanlışdır əlbəttə ki. Where I had carried, o səbəbdən D variantı səhvdir. Və where I have olardı, o səbəbdən səhvdir. Bu da keçmiş zamanda olduğuna görə have ilə uzlaşması da mümkün deyildir. Ask görmüşəm və ya they had olardı, o səbəbdən səhvdir. When have ardıcılıq tamamilə yanlışdır. Askdan sonra that gələ bilməz, sildim. If they had D variantı doğrudur. Və they had advertised Y variantı da bu şəkildə olmalıydı. Gedirəm növbətiyə. Tell me who is arguing with Nick. Biri doğru götürəcəm. Bu burada mübtəda funksiyasındadır və ondan sonra birbaşa belə bir ardıcılıq mümkündür. Bir də olacaqdır who Nick is arguing. Deməli, kim ilə mübahisə edir və kim Nick ilə mübahisə edir. 1 və 3 doğru olacaqdır. With whom is təbii ki, ondan sonra is dərhal siləcəksən. Who is Nick arguing with isə sual cümləsinə gedəcəkdir. Ya deyəcəkdin ki, who is arguing with Nick, kim Nick ilə mübahisə edir mübtəda funksiyasında. Və yaxud da deyəcəksən ki, who Nick is arguing with. Nick kimlə mübahisə edir. Biz 1-3 doğru ifadə olacaqdır. Let me know who is listening to Jack. Bəli deyir, mənə də görüm kim Jack'ə qulaq asır. Bir də who Jack is listening to. Və Jack kimə qulaq asır. Kim Jack'ə qulaq asır və Jack kimə qulaq asır. Tohumdan sonra izi dərhal siləcəksən. Who's listening isə sual cümləsinə gedəcəkdir, ona görə yanlışdır. Do you know how the traffic affects daily life? A variantını doğru getirəcəm. If affects ola bilməz, araya mübtəda girməli idi. Why does ola bilməz, dərhal sildi, mübtəda girməli idi. Vəndən sonra have has gələ bilməz, did gələ bilməz. Ask him how he solved the problem. Biri götürəcəksən. When has gələ bilməz, why did gələ bilməz, askdan sonra that gələ bilməz və ya does gələ bilməz. Yəni, bağlayıcı üstə gəl, köməkçi feil gələ bilmir. Ask him, belə bir ardıcıllıqda, why does ardıcılığı yanlışda sildim. If he, deməli, ask keçmiş zamanda olduğuna görə həsl ulaşması yanlışdır, why had ardıcılığı yanlışdır, if he had D variantı doğrudur. When de təbii ki, ola bilməz. Suggested izahatını verdim. Dedim ki, suggestdən sonra ing dərhal gələ bilər, götürdüm. Suggestdən sonra deməli, obyekt gələ bilməz, dərhal sildim. Suggested that we should go, doğru variant bir də 3 olacaqdır. Suggestdən sonra obyekt gələ bilməz, o səbəbdən dərhal silirsən.
Deməli, suggest yenə gördüm. Suggest-dən sonra birbaşa ing gələr. Obyektləri dərhal sildim. Suggested that we should go. Bu ardıcıllıq doğrudur. Suggested that we go. Bu ardıcıllıq da tam olaraq doğrudur. Suggest and recommend eyni xarakteristikaya məxsusdur. Obyektləri sildim və digər qalan hissələri isə that we should go və ya I should go və yaxud da ki getting və yaxud da ki I get ardıcıllığı doğrudur. Ask the assistant for. Askdan sonra ya for gələr ya to gələr. Əgər feil vardısa to gələr, yoxdursa for gələr. Burada da feil yoxdur, for a receipt olacaqdır. Və bir də ki ask me to look after her luggage. Ask me to look. Yəni feil də gəlibsə to verəcəksən. O səbəbdən də 1, 3 doğru variant olacaqdır. Gedirəm növbətiyə. Said that I should try harder. Biri doğru götürəcəyik. Və tolddan sonra obyekt gələr, o səbəbdən sildin. Suggested that I try harder. 3-ü doğru götürəcəksən. Suggested going olardı. Obyekt gələ bilməz. 4 ona görə səhvdir. 1 ilə 3 burada doğru olacaqdır. Suggestdən sonra obyekt gəlməz. That gələr və subyekt gələr ardıcıllıqda. Suggested that I should go. Biri doğru götürəcəyik. Say'dən sonra obyekt gələ bilməz, 2-ni dərhal siləcəyik. Suggestdən sonra obyekt gələ bilməz, dərhal 3-ü siləcəyik. Suggested going doğru, 4-ü götürəcəyik. Recommenddir. Recommend də eynən suggest kimi xarakteristikaya məxsusdur. Suggest that we should take, biri doğru götürəcək. John told me that olardı. Told me that olardı. Ona görə 2-ni sildim. Yəni obyektim burada yoxdur. Recommended taking. Bir də 3-ü götürəcəyik. Eynən suggest'in özəlliyi buradadır. Recommenddən sonra obyekt gələ bilməz. Ona görə yanlışdır. Ask to ardıcıllıq olar. Ask not to. Ona görə səhvdir. Suggest'dən sonra to gələ bilməz. Ask me to mürəkkəb tamamlıq funksiyasında da bu mümkündür. Suggest having, biri doğru götürəcək. Suggestdən sonra ing-li feil. Suggested that we have, 2-ni də doğru götürəcək. Bax, suggest, üstə gəl that, üstə gəl subyekt, üstə gəl sadə feil olacaqdır. Suggested having olardı, ona görə 3-ü sildim. Suggestdən sonra to gəlməz, ona görə 4-ü sildim. Yenə suggested trying olardı, ona görə sildim. Suggested that we try, 2-ni doğru götürdüm. Çünki ardıcıllıq formulası bu vəziyyətdədir. Ona görə götürdüm. Order'dan sonra to gələrdi, ona görə sildim. Recommended isə suggest kimidir, trying gəlibdir, 4-ü götürəcəm. Suggested we should try isə doğrudur, suggest gəl. Suggested that, yox, that olmalıydı. 2, 4. Yox, bu ardıcıllıq da özünü göstərəcəkdir. Suggested that we should, yəni that-i burada mörtəzədə veririk. Onlar da olmazdı. Suggested we should try the new. Əsas odur ki, subyektim gəlibdir. 2, 4, 5 doğru variantdır ardıcılığı. Ask me for. Askdan sonra ya for ya to gələcəkdir. Ask me for a sweet. Deməli, biri doğru götürəcəm. Və bir də ki, ask for a copy. Bir də 3-ü doğru götürəcəm. Askdan sonra yenə deyirəm, ya for ya to gələr. Ona görə də bu ardıcılıq özünü göstərəcəkdir. Yəni biraz fərqli mövzudur söz nəsil mənasında. Yeni bir mövzu versiyasına verilibdir. Amma hər halda mən bütün qeydləri dedim. Sadəcə olaraq qeydlərə qulaq asmaq lazımdır ki, materialı başa düşəsiz və yeni ardıcıllığı o şəkildə gedəsiz. Lazım olan hər şeyi dedim. Sadəcə olaraq, yenə deyirəm, diqqətlə qulaq as dediklərimə və onları et. Hər kəsə uğurlar arzulayıram.